Sən mənimlə hardasa çox demirəm 3 həftədə gəl, kəndlərə gəz. Hardasa bir 5 kilo kökələsin. Yəni ki deyirəm mən sənə. Salam əziz izləyicilər, bizim kəndimiz verilişinin növbəti buraxılışı ilə sizin qarşınızdayıq. Biz bugün üst tutmuşuq Kürdəmir rayonunun gözəl kəndlərindən biri olan Molla kəndi. Kəndimiz verilişinə tək deyilik, qonağımız var. Qonağımız Arzum xanımdır. Sizinlə bərabər bu Molla kəndini bayram ab-ı havasıyla gəzmək mənə də xoş olacaq. Gəlin gedək, gəzək. Salam aleyküm, necəsiniz? Nə var, nə yox? Hoş geldiniz. Salam, xoş gördük sizi. Aleykümsalam. Siz neçənci ildən burada yaşayırsınız? Neçə ildir bura gəlmisiniz? Aleykümsalam, hoş gelmişsiniz. Evvela bura 90-cı ildə gəldik bizlər. İndi 90-dan bu yana yəni ki 36 yıl oldu belə falan filan. 36 ildir Kürdəmir rayonunun Molla kəndində məskunləşmişik. Sizin öz adət-ənənələriniz var da, toy adət-ənənələri, Evet. belə qəşəng sıx kulinariya yeməkləriniz var. Bu adət-ənənələri hələ də yaşadırsınız da burada. Tabii ki her şey öz adət-ənənələri. Dədə-babamızdan nə görmüşsəksə hamısını yaşadırıq. İmkan dərəcəsində. Düzdür, hazır zaman dəyişildi deyirlər falan fisməkan, amma yox biz ya da həmən ənənələri yaşadırıq. Qardaş, biz buraya gəldikdən sonra nə bilim, burada nə ki görmüşük, öz urf adətlərimizi hamısını imkan dərəcəsində yaşadırıq burada. Məsələn, urf adətlərimizdən biri də bu təndirdir, qardaş. Dədə-babadan həmişə təndirdə çörək pişirmişik, onu da görmüşük. İndi özümüzdə bunu davam etdiririk. Bu nə üçündür? Bu. Bu ne? Hayır. Nə kimi var? Məsələn, xingal pişirəndə bu qaz, biri var qazda azca qaynasın, amma bir var qazanda qaynayır, bir dəfəmlik pişiririk. Sonra xəmir xörəkləri pişirəndə, nə bilim, aş pişirəndə qazanda pişiririk biz. Bir də ki sizdə məsələn bizim toy yeməkləri bilinir də, bilirsiniz. Hə, bozbaşdır falan. Bozbaşdır, məsələn qovurmadır. Hə. Məsələn indi sizdə o toy adət-ənənələri bizim yeməklərdən istifadə edirsiniz, yoxsa öz yeməyiniz var, özünüzə xüsusi? Yox, sifdə öz yeməklərimizdən eləyirdik. İndi hal-hazırda eyni bura kimi bil. Keçirsiniz bizim mətbəxə. Qaynab qarışmışıq qardaş. Hə. Buranın torpağı necədir? Yəni ki, siz qane eləyir buranın torpağı. Yəni ki, Torpaq, istədiyiniz məhsul ala bilərsiniz buradan. torpağı işləsən torpaq səni aldatmaz, boş qoymaz qardaş. Amma işləməsən heç nə yoxdur. Yaxşıdır hər şey, ancaq zəhmət. Sonra biraz da gübrə də vermək lazım, düzdür. Məsələn, hektarına, məsələn, Özbəkistanda olanda hektarına 150 kilo silitra idi, 100 kilo nə bilim amofos belə falan. Gübrə deyirik də, udabreniya deyirdik özü. Hə, verirdik. İndi hal-hazırda şükür Allah peyindi, nə bilim belə şeylər var. Hə. Bu calaqdır. Hə. Nə Heyvaya armud calağı eləmişik. Allah razı olsun qonşulardan kömək eləyib, öyrədib. Əlimizdən gəlməyənləri bunlardan öyrənirik, soruşuruq. Hə. İndi hal-hazırda evdə nə deyim sənə, adam az olduğuna görə aqorot az əkirik. Bir yansını yonca eləmişik, danalara, heyvanlara, nə Bura bilim. neçə ailə gəlmişdir? İndi neçə ailə qalıb kənddə? Bura gələndə qardaş hardaysa bir 80 ailə 80 var idi. Hal-hazırda 6-7 ailə qalmışıq. Hara gediblər? Türkiyə gediblər? Türkiyəyə gedən Türkiyəyə getdi, Rusiyaya gedən Rusiyaya getdi. Harda dolanışıq var, ora getdilər. Burada məsələn, deyək ki, iş yerləri olsaydı heç kəs getməz. İş yeri problemdir, açığı. Şimdi əvvəllər kənddə türk ailələri çox yaşayırdı da burada. Bəli. İndi yavaş-yavaş onlar deyirsiniz ki, buradan köç edib gedirlər. Gedirlər. Əsasən Türkiyəyə gedirlər, Bəli, Rusiyaya bəli, gedirlər. Siz o necə təsir edir? Yəni bir qonşu kimi necə təsir edir sizə? Açıq deyim ki, həqiqətən də indi çox darıxırıq. Darıxdırıcıdır. Atalar misalı var, deyir, uzaq qohumdansa yaxın qonşu, yaxın qonşu, yaxşı qonşu.
Onlar həm bizə yaxın qonşu olublar. Bizdə qohumluq əlaqələrimiz olmayıb, amma yaxşı mehriban qonşuluqlarımız olublar. Gediş gəlişimiz olub bir-birimizə. Dediyim kimi, yəni xeyirdə, şərdə daimi bir-birimizə kömələ çatmışıq, işləmişik. Əlbəttə gedəndə darıxırıq, amma gedirlər bir dəfəlik əlaqə kəsmirlər. Yəni əlaqəmiz var, bilirik, zəngləşirik. Məsələn, o ki, məsələn, qonaq gəlirlər, qonaq gedirlər. Xeyrimiz olanda xeyrimizdə, şərimiz olanda şərimizdə yenə iştirak edirlər. Yəni narazımız yox. Yəni bugünkü günə qədər də şükür Allah olmuyor narazımız. Nə də olmaz yəqin ki. Amma deyirsiniz ki, getməsinlər. Yox, istəməzdik, əlbəttə istəməzdik getməsinlər. Çünki həmi bu bilirsiniz nətərdir, bunların özləri üçün də çətindir. Həmi ata-baba qəbirləri burada dəfn olunubdur. Əzizləri var bizim qəbirstanlığımızda üzr istəyirəm bir yerdə yanır. Daimi gəlirlər, gəlib onlar da ziyarət edirlər. Onlar ziyarət edəndə biz də burada görüşürük, biz də getməsələr daha yaxşı olardı. Yəni insan bir-birinə öyrəşir, sonra ayrılanda çətin olur. Məsələn, biz dədə-babadan belə taxt düzəldiblər o vaxtda. İndi o vaxt bol olmayıb, nə bilim, şeydən, palçığına. Hal-hazırda məsələn, boldur. Elə taxt düzəldib otururuq. O, nə bilim, divandır, kresloda elə bir şeylər də yox. Yemək yanında da süfrə sarırıq belə, qəşəng. Otururuq. Belə bağdaş oturanda da adamın özünə nə qədər lazım olsa o qədər yeyə bilir. Artığı getmir, qardaş. Amma o stolda olanda bu şey biraz ağzın gəlir. Xoşuna gələn yemək olanda biraz özünü adam tormuz eləyə bilmir. Yəni, sağlığı da yaxşıdır belə oturmaq. Elə görmüş ki, elə də gedir. Həl-hazırda. Siz öyrəşmişsinizsə rahatdır belə də. Mən o zaman çox əziyyət çəkirəm ha, valla. İkim də. Həqiqətən də mənim üçün çox çətindir. Örgəşməmişsiniz də ona görədir. Amma vaxtında bizdə də olub. Bizdə də bizim babalarımız, nələrimiz hamısı bardaş qruplar. Hələ də var, hələ də davam edir. Amma sazıra məndə xalım var bu nəsə. Elə. İnşallah. Siz həmişə necə deyirəm, sizin mən həqiqətən də xalqı mən çoxdan tanıyıram. Deyirəm, mənim bir dostum da var idi. Elə buradan da gəlmiş ona salam göndərirəm. Onlar Şamaxının Caban kəndində yaşayırdı. Adı Məhəmməd idi. O üçün çox yaxşı əlaqələrimiz oldu ondan. Biz həmişə onun anası bizə qonaq çağırardı ora, gedərdik ora. Biz tələbə o vaxt olanda Şamaxda oxuyanda gedirdik ora. Onlar həqiqətən çox zəhmətkeş xalqdır. Necə deyirlər? Arzum hanım, deməli onlar həyatda elə bir işlər gördük ki, o torpaqdan elə bir gözəl istifadə edirdilər ki. Yəni mükəmməl olurdu da. Məsələn o torpaq məsələn bizim özümüzdə də olurdu. Məsələn kənddə torpağımız oldu. Biz onlar ilə 5%, 3% elə bilmirdik. Çünki həqiqətən də zəhmətkeş xalqdır sizin xalq. Torpağa işlərsən, torpaq səni boş qoymaz, qardaş. Hə. Əziyyətinə görə, zəhmətinə görə məhsul verir də. Amma işləməsən heç nə yoxdur. İşləməyəndən sonra da deyəcəklər ki, aç qaldım falan fisməkan. İşləyən adamın hələ acından ölənini görməmişik, eşitməmişik də. Şükür Allaha, nə bilim, kimsəyə ehtiyacımız yoxdur hələ ki. Əlimiz, ayağımız tutduğu qədər işləyəcəyik. Bundan sonra da şükür Allaha, pensiyaya çıxanda da dövlət babamız kömək eləyir. Allah ömür versin. Amin. Sağ olun, Allah razı olsun. Çox şad olduq. Biz bugün bura gəldik. Həmişə. Həqiqətən biz çoxdan istədik ki, bu türklərin həyatından bir çəkək. Qismət bu günə imiş gəldi. Çox sağ olun. Sağ olun. Minnətdaram. Ayrılık ölümden beter. Dön gel Allah'ım sen. Molla kənd sözünün mənası nədir? Ümumiyyətlə Molla kənd toponimi qədim toponimlərdən biridir. Türk toponimlərindən biridir. Bu kəndin adı Türk tayfası olan Mollu tayfaların adından götürülür. Mollu kənd, nəhayət formalaşır Molla kənd. Azərbaycan ərazisində Molla kənd olduqca çoxdur. Molla İsaqlı, Molla Kamallı, Mollu kəndi, Qasaq Nəbi Mollu kəndində, Qubatlı Mollu kəndindən olur. Və Mərsin boyu kəndin də adı
o Mollu tayfaların adından götürülərək və müasir formada Molla kənd adlandırıldı. Əslində isə Mollu kəndi 1856-cı il Çar Rusiyası xəritəsində bu kəndin adı Mollu kənd yazılıb xəritədə. Və nəhayət müəyyən deformasiya uğrayaraq U hərfi o ilə əvəz olunub Molla kənd kəndin adını almağa başlayıb. Kənd həmişə inzibati ərazi mərkəzi olubdur. Əhalinin əsas məşğuliyyəti əkinçilik, kənd təsərrüfatı, maldarlıq, balıqçılıq, pambıqçılıq və bu işlərlə hamısı məşğul oldular. Xüsusilə Kür boyu ərazisində salınmış tut bağları, yaxınlara qədər o bağlar hamısı durur, məhv olub gedirdi. Bu kənddə ipəkçiliyin çox qədim ənənələri olduğunu sübut edən amillərdən biridir. Salam, hoş gelmişsiniz. Hoş gelmişsiniz. Hoş gelmişsiniz. Biz də gəlmişik. Bölgətli olaraq sizin kəndi işıqlandıraq, sizin adət-ənənələrinizi, kulinariyanızı, mətbəxinizi bizi izləyən insanların diqqətinə çatdıraq. Çok güzel, hoş gelmişsiniz. Bizdə elə adətdir. Hər il biz elə bir ki, neçə dənə qonşularıq. Bir il bizdə, bir il başqa qonşularda. Yəni eyni bu mətbəx işlərini görürük. Allah günahlarınızı bağışlasın. Əl işlərinizə baxın. Yine hoş gelmişsiniz. Sizin de bayramınız mübarek olsun. Biz her yıl bak gördüğünüz gibi bak öz həyətimdən özüm inəyim, özüm sağmışam, pərdi bitkilərdən doğğa pişirmişik. Bütün yəni yerlərdən cincirimdən, bağa yarpaqlarından, mesela qazayığından, belə bir şeylərdən, pərdi bitkilərdən biz almırıq da özümüz öz həyətimizdən yığıb pərdi doğğa pişiririk. Ya sahibi be. Ne pişirirsiniz? Bu göyler ne göylerdi? Bir daha açıklama Bunlar verin. yabanı bitkilerdir. Bəli. Allah tərəfindən biçilmiş, çöldə biçilmiş yabanı bitkilərdir. Tam təbii. Bəli, bəli. Gəlin barmağıdır, əbəlikdir, cincilimdir, quşəbbəyidir. Bir də soğan tərkibində tövbə soğan qatmışıq, əbəlikdir, bəli. Bizdə göy kətəsi deyirlər. Yazın gəlişi münasibətilə Bəli. pişirilir. Həm də göy göyərti da. Bəli, bəli, Bəli. vitamindir. Bir dəqiqə hər şey yaxın. Heç nə yorulmayasınız. Heç nə biz də sizə kömək gətirmişik bu gün Arzum xanım. Gəlsin, yaysın. Elə bunu qoyub burada gedəcək. Heç nə pişirirsiniz, əziyyət çəkirsiniz. Biz də bunun biraz birinin dadına baxaq. Göz haqqınızı halal eləyin. Çox yeməyəcəm. Necə deyirlər? Bir tikə, bir tikə. Nə dadına baxım çünki özümü saxlaya bilmərəm. Həqiqətən də mükəmməldir valla. O çoxlarına biz baxırıq məsələn televiziyada format olaraq deyirlər amma bu həqiqətən də şey deyil, superdir. Bu da yox ehtiyac yoxdur. Bu da necə deyirlər? Qatıq doğrası yoxsa ayran? Yox, Qatıq. Hə. Göylər də həmçinin Bəli, özünüz əkirsiniz, becərirsiniz. Becəririk və əlavə də yığırıq da gedirik bu çöllərdə taxılların qırağından, yolda təbii Bəli. Onları əkirik, onlar təbii. Təbii olur. Bəli, sahələrdən yığırıq. Heç nə halal olsun. Həqiqətən də necə deyirlər, biz kənd videolarını paylaşanda əsasən bizə şəhərdən çox adamlar baxır. Amma baxırlar deyirlər ki, kənddə yaşamaq asaddır, nə bilim, baxırlar da. Amma həqiqətən də kənddə yaşamaq çətindir, bir o qədər də məsuliyyətlidir, düzdür? Həmişə əziyyət çəkiblər, amma qonaqlar gələndə ən yaxşı süfrələri açıblar qonaqlar üçün. Bu nədir? Boran kətəsi. Borandan kətə olur da. Əsl həyat buramısıdır. Həyat buramısıdır. Halal olsun. Valla başqa söz yoxdur burada. Sizə halal olsun. Həyat. Sən mənimlə hardasa çox demirəm 3 həftədə gəl, kəndləri gəz. Hardasa bir 5 kilo kökələsin. Yəni ki deyirəm mən sənə.
Broiler yoxsa kənd çolpasıdır? Yox, kənd çorbası. Hala. Kürdəmir məsələn kulinariyasında əsasən kənd çolpası öz xüsusi yerini tutur. Bunun biz dəfələrlə reklamını da görmüşük. Yəni ki, bu Kürdəmir çolpası beçə. Bizə aiddir. Əsasən buna qora suda vururlar mən bilən, düzdür? Bəli, bəli. İndi biz başqa cür bişir, amma əslində qora suda vururlar buna. Onun da xüsusi dadı olur. Bölgə TV YouTube kanalını izləyin, Bölgə TV-ni izləyin. Bilmək olmaz, bəlkə bizim kəndimiz gələn həftə elə sizin kənd oldu.